Əgər sən öz beynini razı sala bilsən, sənin qidalara olan bağımlılığın azalacaqdır. Bəli, biz təəssüflər olsun ki, insanlar hər bir qidaya bağlıyıq. Niyə görə həyatımıza zərər verən qidaları həyatımızdan çıxarda bilmirik? Çünki onun bizim beynimizlə bir bağı var, duyğu bağı var, his bağı var. Biz o qidalara qarşı bir uşaqlıqdan gələn hisslərimiz var. Onu, yəni bizə o vermiş olduğu enerji var. Onu, yəni həyatımızdan ona görə çıxarda bilmirik. Hisslərin idarə edilməsi əslində sağlıqlı qidanın da həyat tərzimizə çevrilməsinə özünü göstərir. Yəni hisslərimizlə barışa bilsək, fərqində ola bilsək, biz həyatımızda heç bir qida bağımlılığı etmərik. Bugünkü gündə hər bir kəsin ən böyük qlobal problemlərindən biri odur ki, çörək bağımlılığı. Bəli, çörək bağımlılığı faydalı çörəklər, yəni faydalı çörəklər siyahısında olan qidalar B qrupu ilə zəngindir. Amma balanslı şəkildə qəbul elədikdə. Amma ümumiyyətlə o qida rasionunun təməlini, bütövünü çörək təşkil elədikdə bizim qanda ferritin səviyyəsinin aşağı düşməsinə, yəni özünü göstərir. Daha sonra isə hemoqlobinin aşağı düşməsində özünü göstərir. Bəzi aldığımız faydalı qidaların mənimsənilməsində blokaj yaradır. Ona görə də sağlıqlı və balanslı şəkildə qidalanmaq bizim qan dəyərlərimizin yaxşı şəkildə bizə geri dönüş etdiyini bir çox pasiyentimdə görmüşəm. Ona görə də qida rasionunu düzgün şəkildə seçmək və ya ki, onun bir-birisindən mənimsənilən qidaları seçdikdə isə orqanizmimiz həqiqətən də sağalmağa doğru gedir. Yəni, hücrəsəl yenilənmə dediyimiz şəfalanma prosesi qida rasionundan başlayır. Bugünkü gündə siz hər hansı bir xəstəliklə mübarizə aparırsınızsa, artıq 10 insandan 9-u yəni zob xəstəliyidir. Niyə görə bu belədir? Heç sual yaranmırmı sizdə? Çünki bədəndə nə qədər itlaflanma prosesi varsa, ona görə də autoimmün xəstəlikləri, allergiyalar, daha sonra zob xəstəliyi baş verir. Ona görə də əgər siz hər hansı bir xəstəliyinizə qarşı dərman içirsinizsə, sanki ağrı kəsici, baş ağrısı kəsici dərman içirsiniz. Yəni, o sizin günlük həyatınızı idarə eləməyə köməklik olur, köməklik eləyir. Ancaq ki, siz qida rasionunuzu düzəltdikdə sizdə hücrəsəl şəfalanma baş verir. Şəfalanma prosesi isə bizim bağırsaqlarımızdan başlayır. Bağırsaqlarımızda dost bakteriya sayını artırdıqda bizim həyat keyfiyyətimiz artır. Bugünkü gündə psixoloji problemlərin yaradan xəstəliklər panik atakdır, daha sonra hər hansı bir nevroloji problemlərdir. Hər biri bağırsaqlardan başlayır. Bağırsaqlarımızı şəfalandırdıqda, onun bizə, orqanizmimizə lazım olan dost bakteriyalarımızı artırdıqda bizim həyat keyfiyyətimiz də artır. Çox təəssüflər olsun ki, bəzi qida rasionları var ki, qida rasionundan çıxmalıdır. Bəzi qidalar da var ki, bizim qida rasionumuza daha çox yəni qəbul eləməliyik ki, daha çox dedikdə balanslı şəkildə qəbul eləməliyik ki, bizim orqanizmimizə faydalı ola bilsin.